Biraz da gözlerim ki uşaqlar qoşulsun. Şimdi başlaya bilərik. Deməli, bugünkü mövzumuz funksiyalar olacaq. Ən əsas mövzulardan biridir. Funksiyalardan da mütləq şəkildə imtahana düşür. Keçən səfər də başlamışdım, amma tam axıracan gəlmədi. Məsələn, x çoxluğu verilib. Hər hansı bir x çoxluğu. Y çoxluğu verilib. Y1, Y2 və s. Və s. Deməli, bunun qısaca tərifini belə bildirim ki, x çoxluğundan götürülmüş hər hansı bir x elementinin y çoxluğundan götürülmüş hər hansı bir y elementi ilə arasındakı qanuna uyğunluğa funksiya verilir. Funksiyanı y bərabərdir fx şəklində ifadə edirik. Deməli, bu funksiyada bizə nə lazımdır? Mən həmişə funksiyanı şagirdlərə, uşaqlara izah edəndə nə deyirəm? Funksiyalara başlamazdan əvvəl nəyi bilmək lazımdır? Funksiyalarda əsas məqamlar nədir? Deməli, mən həmişə biraz loru deyəcəyimi deyim, biraz adi bir şey deyim, maraqlı olsun sizə. Y. Bax, Y funksiyada baş rol adlanır. X isə yan rol. Bu nə üçün belədir? Mən bunu niyə belə deyirəm? Baş rol, yan rol. Bəzən uşaqlar düşünür ki, X əsasdır. X-in adlarına görə bəzən elə fikirləşirlər ki, X əsasdır, X harda gördüksə orada funksiya var. Xeyr, əgər siz burada Y bərabər 5 gördünüz və X bərabər 5 gördünüzsə, bəzən uşaqlar çaşır, deyir ki, X bərabər 5 funksiyadır. Xeyr, uşaqlar. X bərabər 5 funksiya deyil, nöqtədir. Y bərabərdir 5 isə funksiya. Yəni, funksiya olması üçün Y olmalıdır. Y olmalı. Demək olar ki, funksiyanı mən sıfırdan izah edəcəm ki, daha ətraflı, daha yaxşı başa düşəsiniz. İndi, funksiya olması üçün Y olmalıdır. Funksiyada bəzi adlandırmaları bilməliyik. Məsələn, X-in müxtəlif adları var. X-a biz nə deyirik? Arqument deyirik. Funksiyanın arqumenti. X-a deyirik sərbəst dəyişən. Bəzən bu adları da bir-birinə yerini qarışdırmalar olur deyə. Misalı yazanda, məsələn, arqument deyir, götürüb Y-in qiymətini qoya bilərsiniz. Və yaxud asılı dəyişən deyəndə X-in qiymətini yerinə qoya bilərsiniz. Bu adları bilmək lazımdır ki, problem yaşamayaq. Deməli, X-in digər adı isə absis ofuna nəzərən deyə bilərik ki, yəni absis. Absis ofuna nəzərən biz onu deyə bilərik ki, bu formada adlandırılsın. Y-in adları isə funksiyanın, çox zaman burada mən funksiya sözünü yox, f-nın yazacağım ki, yəni funksiyanın vaxtımız getməsin. Funksiyanın qiyməti adlanır. Qiyməti. Sonra asılı dəyişən. Asılı dəyişən. Bir də ordinat ofuna görə biz deyə bilərik ki, Y-ə ordinat olsun. Bu belə. Deməli, bəzən uşaqlar deyir ki, müəllim, siz deyirsiniz ki, Y baş roldur. Amma burada Y-in adı asılı dəyişəndir. Yəni, bu sözlər bəzən bizim başımızı qarışdıra bilər. Şöyle, ən sadə bir, maraqlı bir hekayə deyim. Adicə filmə baxırsınız, eləmi? Filmdə baş rol nəyə əsasən dəyişir? Yan rolların etdiyi fərdi hərəkətlərdən dəyişə bilir. Yəni, yan rolların etdiyi hər hansı bir işlərdən baş rolların həyatı dəyişir. Burada da elə bir ki, onun kimidir. X yan roldur və Y X-dan asılı olaraq dəyişir. Amma Y olmasa, funksiya olmaz. Necə ki, baş rol olmasa, filmdə olmaz. Bu məntiqlə düşünək. Yəni, adlar sizin başınızı qarışdırmasın. Y baş roldur, X yan roldur. Y baş rol, yan rollardan asılı olaraq həyatı dəyişir, amma əsasdır. Baş rol olmasa, film olmaz, Y olmasa da funksiya olmaz. Bu məntiqlə başa düşək. Sonra, funksiyanın nə olduğunu, adlarını, hamısını bildik. Funksiyanın təyin olması nədir? Bəzən
təyin oblastı sözündə qarışdırılma olur. Qarışdırmayaq. Bəzən çox sadə məqamlar bizim başımızı qarışdırır və imtahanda çox sadə şeyləri buna görə bilmirik. Və funksiya o qədər xırdalıqlar olan mövzudur ki, sadə şeyləri bilsək, əslində çox da çətin bir mövzu deyil. Sadəcə funksiyanın adı funksiyadır. Hamınız qorxursunuz. Qorxmayın. Qorxmalı bir şey yoxdur. Funksiyanın təyin oblası deyəndə rahat dillə deyəcəm ki, x-in aldığı qiymətlər. Funksiyanın təyin oblası deyəndə x-in aldığı qiymətlər başa düşülür. X-in aldığı qiymətlər. df-lə işarə olunur. df. Belə də yaza bilərik. X daxil və df. Funksiyanın qiymətlər oblastı və ya qiymətlər çoxluğu. Funksiyanın qiymətlər çoxluğu və ya qiymətlər oblastı. Çoxluq yazırlar. Çox zaman çoxluq deyirlər. Çoxluq. Bu isə y-in aldığı qiymətlər. Sadə dillə deyək, qısaca y-in aldığı qiymətlər olur. Qiymətlər. Və bu belə yaza bilər ki, y daxildə y. Bu da benim. Bu da benim. Funksiyanın qiymətlər çoxluğunu bildik, təyin oblastını bildik, x-i, y-i bildik. İndi isə keçək funksiya ilə bağlı bəzi xırda məqamlar. Birinci hal ola bilər ki, bəzən sıralamada nəyisə yerlərini qarşı deməsəm, sonra qayıdıb yenə deyəcəm, narahat olmayın. Hər hansı bir sözü, sualınız olarsa da buyurun, səs açıb mənə deyə bilərsiniz, ünvanlaya bilərsiniz. Bəzən mən asan görüb onu deməyə bilərəm. Yəni, elə bir şey olarsa çəkinməyin, rahatlıqla məndən sualı soruşa bilərsiniz. Da belə. İndi, funksiyanın qiymətlər çoxluğunu bildik. İndi keçək, məsələn, funksiyanın sıfırlarının tapılması nə deməkdir? Funksiyanın sıfırlarının tapılması. Sıfırlarının tapılması. Funksiyanın sıfırlarının tapılmasında fx bərabərdir. Fx və ya y fərq eləmir. Fx bərabər 0 və ya y bərabər 0. Niyə bu formada yazdım? Bəzən funksiyaları bu formada. Fx bərabərdir, məsəl üçün 2x plus 3 kimi yazılırlar. Bəzən də bu formada. X kvadratı çıxılsın 3. Funksiyadır. Hər biri ayrı-ayrı funksiyadır. Burada ona görə mən həm fx bərabər 0, həm də y bərabər 0 yazdım. Yəni, hər ikisi funksiyanın göstərir. Yəni, mən burada sıfırlarını tapanda çox sadə bir şəkildə 2x plus 3-ü bərabər edəcəm 0-a, 2x bərabərdir -3, x bərabərdir -1/5 yazmış olacam. Digər halda da, məsələn, bunu mən 0-a bərabər edirəm, x kvadratı bərabərdir 3, x-ə bərabərdir plus minus kök altı 3. İndi orada həm müsbət 3, həm mənfi 3-ü götürmək olan kvadratik funksiyadır. Belə, daha sonra biz nəyə bilməliyik? Funksiyanın təkliyi və cütlüyü. Birinci nöqtədə qiymətin tapılmasını deyək sonra. Funksiyanın nöqtədə qiymətinin tapılması nədir? Nöqtədə qiymətinin tapılması. Qiymətinin tapılması. Burada biz nə etməliyik? Bizə funksiya verilir. Y bərabər bayaqki kimi. Elə x kvadrat çıx 3-ü yazacağım. Fx bərabərdir 2x plus 3-ü yazacağım. Hər bir halı göstərirəm ki, baş qarşılığı olmasın. Məsələn, bizə deyə bilər ki, x bərabər 5 nöqtəsində qiymətini tap funksiyanın. 5 nöqtəsində qiymətini tap. Qiymətinin tapılması, qiymət tap yazıram, qısa olsun. Bir də deyə bilər ki, fx bərabərdir 2x plus 3 olarsa f5-i tap. Yəni, hər iki halda x-in yerinə qiymətini qoyub cavabı tapa bilərsiniz. Yəni, yazıram. Y bərabərdir 5-in kvadratı çıxılsın. 25-dən 3 çıxanda nə verir? 22. Sonra digərində də yenə fx bərabərdir. Mən burada y yazmalıyım. Hə, y yazmışam. Fx bərabərdir 2 vur 5 plus 3. 2 də 5-in 10.
13. Bu da belə. Yəni funksiyanın nöqtədə qiymətin tapılması istənilən funksiyada, xətti funksiyada, kvadratik modul, rasionalla bağlı olan funksiyalarda hamısında tərs funksiya olsun, hamısında gətirib yerinə qiymətini rahatlıqla qoyub tapacaqsınız. Bəzən elə olur ki, 11-ci sinif buraxılışına belə belə sadə suallar düşür. Sonra keçirik funksiyanın təkliyi və cütlüyü. Funksiyanın təkliyi və cütlüyü nə deməkdir? Bəzən bunu qarışdırıb deyirlər ki, axırda alınan cavab tək ədəddirsə təkdir, cüt ədəddirsə cütdür. Uşaqlar, funksiyada elə söhbət yoxdur. Funksiyada təkliyi və cütlüyü bambaşqa bir şeydir. Təkliyi və cütlüyü. Bu elementar təməl bilgiləri deyib, sonra keçəcəm. Əsas məsələ xətti funksiya ilə kvadratik funksiyanın araşdırılmasına. Funksiyanın təkliyi və cütlüyü deyəndə, tək funksiyalarda, fx funksiyasında x-in yerinə mənfi bir qiymət qoyursunuz. Mənfi 1 olsun, mənfi 3 olsun, mənfi 5 olsun, fərq eləmir. Həmişə ən kiçik qiymət mənfi 1 olur, hesablamaq asan olsun deyə mənfi 1 götürdük. Mənfi 1 qiymətini qoyanda aldığımız cavab mənfi olursa, mənfi fx belə deyək də, mənfi qiymət qoyanda aldığımız cavab mənfidirsə, olur tək. Nümunədə deyəcəm. Deməli, məsələn, fx bərabərdir, x kubu, çox sadə bir funksiya deyəcəm. Yerinə mənfi bir qiyməti qoyanda, mənfi 1-in kubu nə verir? Mənfi 1. Deməli, bu funksiya tək funksiyadır. Cüt funksiya isə mənfi qoyanda alınan cavab müsbət edərsə, müsbət fx olarsa, bu cüt funksiyadır. Nümunə olaraq da deyək ki, məsələn, fx bərabərdir x kvadrat. Mənfi 1 qiymətini qoyanda mənfi 1-in kvadratı olur müsbət 1. Deməli, bu necə ədəddir? Necə funksiyadır? Üzr sayın, cüt funksiyadır. Təkliyi və cütlüyü bu formada. Trigonometriyaya da növbəti dərs trigonometriyə toxunacam. Burada deyək ki, sinus, kosinüs, tangens, kotangens x funksiyaları tək funksiyadır. Kosinüs x funksiyası isə cüt funksiyadır. Bu da belə. İndi funksiyalarda araşdırmaq üçün yerinə qiymətləri qoyaraq rahatlıqla cavabını tapa bilərsiniz. Sonra keçirik funksiyanın qiymətinin təkliyi, cütlüyü, tərs funksiya. Funksiyanın tərsinin tapılması. Funksiyanın tərsinin tapılması. Funksiyanın tərsinin tapılması. Tərsinin tapılması. Bir dənə də buna aid nümunə deyib, artıq keçəcəm xətti funksiyaya. Funksiyanın tərsinin tapılması necədir? Bir dənə funksiya yazacağım. Y bərabərdir, məsəl üçün. 2x üstəgəl 3 böl 5 funksiyası. Mən tərsini tapmaq istəyirəm. Yəni, bunu fx-la da işarə edə bilərik. Və bizdən tərsini istəyirsə, tərsini göstərək bu formada. Bunda nə etməliyəm? X və Y-in yerini dəyiş. Buradan yazıram. X və Y-in yerini dəyişin. Buraxılışa düşə biləcək bir sualdır. Deməli, yəni bu nə deməkdir? Y-in yerinə X yazacağım. X-in yerinə Y yazacağım. Yazıram. X bərabərdir 2Y plus 3 böl 5. Çarpaz vururam. Yəni mən orada bu ifadəni sadələşdirib Y-i tapmalıyım. 5x bərabərdir 2Y plus 3. 2y bərabərdir. 3'ü bu tərəfə keçirəcəm. 5x çıxar 3 olacaq. Daha sonra da hər tərəfi 2-yə böləcəm. Olacaq 5x çıx 3 böl 2. Bu da bizim funksiyamızın tərsidir. Yəni formada göstərə bilərik. Bu da bizim funksiyamızın tərsi. Məncə aydın oldu. İndi isə keçək əsas məqamlara, xətti funksiya və kvadratik funksiya. Və burada bəzi nümunə suallara da toxunacağım ki, suallarda qrafiklə bağlı sualları yaxşı biləsiniz. Xətti funksiyanın
Elə izah edəcəm ki, əzbərləməyə ehtiyac duymuyor. Mahiyyətini başa düşsəniz, qrafiklərdə, qrafik quraraq misalları həll edəndə başınız qarışmaz. Başlayaq. Deməli, xətti funksiya. Y bərabərdir kx plus 1 şəklində olan funksiyalara xətti funksiya deyirik. Xətti funksiyada biz nəyə bilməliyik? Elə yolla, elə izahla deyəcəm ki, uşaqlar, elmi dilcə yox, başa düşəcəyiniz şəkildə olsun. Yəni, sizə imtahanda elmi dilcə lazım deyil. Xətti funksiyanın adından da göründüyü kimi, qrafiki xətti formadadır. Məsələn, hər hansı bir funksiyadır, xətti funksiyadır. Qrafiki xətti olacaq. Y, bu da x. Gəlin bu qrafik üzərində k nədir, b nədir, hamısını aydınlaşdıraq. K-ya biz deyirik bucaq əmsalı. K bucaq əmsalıdır. Tangens alfa ilə təyin olunur. K bərabərdir tangens alfa. B nədir? İndi onların hamısını ətraflı danışacağım. B isə Y-i kəsən nöqtə, qısaca. Düz xəttin Y-i kəsən nöqtədir. Göstərək. Baxın bu. Bax, bu B-dir. Bu B. İndi keçək qrafiklərə. Yəni, xəstələrin deyək, sonra keçək qrafiklərə. Əsas məsələ qrafiklər deyə birinci fikrim qrafiklərə yönəlir. Burada K-nı baxaq. K nədir? Bax, bu bucağı göstərir. Tangens alfa K-nı göstərir. Əgər K müsbətdirsə, absis oxunun sağ tərəfdəki istiqaməti ilə, buradan bura, buradan bura, hər zaman sağ tərəfdə yaranan istiqamətə baxacaq. Bucağın iti və ya kör olmağına. K müsbətdirsə, iti bucaq həmişə yaranır. K mənfidirsə, kör bucaq yaranmış olacaq. Bunu da bilək, keçək. Xəstələrində nəyi bilək? Xəstələri. Deməli, xəstələrində çox böyük bir şey deməyəcəm. Xəstələrində X-in ala biləcəyi qiymətlər, yəni DF, təyin oblasti nədir? Təyin oblasti. X-in ala biləcəyi qiymətlər, yəni bütün qiymətləri ala bilər. Yadınızda saxlayın. X bütün qiymətləri ala bilər. Y-də eyni həmçinin YF qiymətlər oblasti da hər bir funksiyanın özünün təyin oblasti və qiymətlər oblasti var. Qiymətlər çoxluğu deyək. Ala biləcəyi qiymətlər. Qiymətlər çoxluğu. Eyni şəkildə bütün qiymətləri ala bilər. Da belə. İndi, gəlin qrafiklərin təyininə baxaq. Əvvəlcə bilək nədir? Əgər funksiyalarımızda, funksiyada koordinat başlanğıcından keçmə halına baxaq. Əgər B bərabər 0 olarsa, Y bərabərdir kx funksiyası şəklində olacaq xətti funksiya və qrafik koordinat başlanğıcından keçəcək uşaqlar. Koordinat qısaca yazdım. Koordinat başlanğıcından, yəni sonra videonu izləyəndə də başa düşəcəksiniz. Koordinat başlanğıcından keçir. Və burada iki mümkün hal var. Birinci nədir? K sıfırdan böyük olarsa, iti bucaq əmələ gətirir və qrafikimiz, yenə deyirəm, bunları əzbərləməyək, bunların mahiyyətini öyrənək. İti bucaq əmələ gətirirsə, birinci və üçüncü rüblərdən keçir. Baxın, bax burada alfa iti bucaqdır. Qeyd edəsək hamısını. İti bucaq əmələ gətirir və bir olaraq soruşsa, hansı rüblərdən keçəcək? Birinci və üçüncü rüblərdir. İkinci hal odur ki, K sıfırdan kiçikdirsə, kör bucaq əmələ gətirir. Kör bucaq əmələ gətirir
və formada ikinci və dördüncü rüblərdən keçəcək. Baxın bucağı. Kör bucağı mənə gətirir. 2 və 4-dən keçir. Yəni rüblə olaraq əgər məsəl üçün belə bir funksiya hər ikisinə aid nümunə deyək. Məsələn, y bölü 5x. Soruşacaq ki, bu funksiya neçənci rüblərdən keçəcək? Baxasınız ki, k müsbətdir. Qrafiki də çəkə bilərsiniz. İti bucağı mənə gətirməlidir. Demək, neçənci rüblərdən keçəcək? Birinci, üçüncü rüblərdən keçəcək. Burada baxasınız. Y bərabərdir -5x. Grafikin təyin edib çəkə də bilərsiniz. Yəni, mənfi olduğu üçün biləcəksiniz nədir? Həm B-si sıfırdır, koordinat başlanğıcından keçir, həm də -5'dir, ikinci, dördüncü rüblərdən keçmiş olacaq. Yəni, bu formada. Keçirik müxtəlif o digər olan müxtəlif hallara. Üçüncü. Bu sefer koordinat başlanğıcında yox, digər halda. Digər hallara baxaq. Y bərabərdir kx plus b-dən hər ikisinin müsbət olduğu hal. Məsələn, nümunədə yazacağım. Birinci izah edeyim sonra. Yəni, k-sı da müsbət olsun, b-si də müsbət olsun. İncə biz deyirik ki, b, y-i kəsən nöqtədir. Mən qrafikimi çəkirəm. Burada sizə bir şey çatdıracağım. Qrafiki çəkdim. Bax, B-nin müsbət istiqamətdə göstərirəm. Yəqin ki, bu iki tipi elementar şeylər bilir ki, sıfır koordinat başlanğıcıdır. Sıfırdan yuxarıda olanlar müsbət. Sıfırdan sağda yerləşənlər x-lar müsbət. Solda yerləşən x-lar mənfi. Aşağıda yerləşən y-lar mənfi. Yəni, biz bunu bilirik. B müsbətdir. B-ni qeyd edirəm. K-sı da müsbətdir. İti bucağı olmalıdır. K müsbətdir. İti bucağı olmalıdır. B də müsbətdir. İndi mən bu qrafiki düşünürsünüz ki, mən necə çəkim ki, bu alınsın. Birdən-birə çəkib onu düzəltmək çətin olur. Ona görə uşaqlar əzbərçiliyə getməyək. Hər iki halı yoxlayın. Ya bu olmalıdır, ya da bu olmalıdır. Eləmi? İki tərəfdən bir dənə düz xətti çəkin geçsin. İndi oradan baxıram ki, K müsbət deyirsə, mən hansını götürməliyim? İti bucaq yarananı. Digər halı sinirəm. Bunu da biraz çox böyük çəkdik, biraz sinim. İndi bəzilərinizdə var. Deyirsiniz ki, müəllim, bəs bu x-i mənfidə kəsdi axı. Bu niyə k müsbət oldu? Axı x-i mənfidə kəsir. Uşaqlar, k-nın x-i mənfidə kəsdi, müsbətdə kəsdi. Bizim k-nın işarəsi mənfi müsbətdə kəsməyindən asıl deyil. K-nın işarəsi absis oxu ilə əmələ gətirdiyi bucaqdan asılıdır. Yəni, biz onu bilməliyik. Buna aid nümunə də deyə bilərəm. Yəni, əgər biz bu funksiyanı k-sı və b-si sıfırdan böyükdür, müsbətdir desək, deyəcəyik hansı rüblərdən keçir? Birinci, ikinci, üçüncü rüblərdən keçir. Yenə deyirəm, burada əzbərləmirik heç nəyi. B müsbətdir, müsbətdən kəsməlidir. K müsbətdir, qrafiki elə çəkin ki, mənfi eləsin. Yəni, belə çəkdin, görürsən, məsəl üçün, hər ikisini bilmirsən də, əzbər deyirəm, axı əzbərləmə. Sən də əzbərləmədiyin üçün başın qarışa bilər. Tez hər iki tərəfdən qolları çəkir, xətti çəkirsiniz. Görürsünüz, hansında iti bucaq yaranırsa onu götürürsünüz. Digərini silin geçsin. Bu formada əzbərləmədən yadınızda saxlaya bilərsiniz. Sonra, dördüncü hal nədir? Dördüncü hal, hər ikisinin sıfırdan kiçik olan halına baxaq biz. K da sıfırdan kiçik olsun, B də sıfırdan kiçik olsun. Bu zaman qrafiklərimizi çəkib göstərsək qrafik üzərində. B-si sıfırdan kiçikdir. Tez aşağıda B-ni təxmini bir yerdə qeyd elə. K-sı sıfırdan kiçikdir, kör bucaq yaranmalıdır. Yenə deyirəm, qrafiki hardan çəkim ki, kör bucaq yaransın? Durub fikirləşə bilərsiniz, əzbərci şəkildə. Tez əzbərləməyin, gözləməyin, fikirləşməyin, hər iki tərəfdən qolları çəkin. Hansında kör bucaq yarandı? Baxın, bunda. Deməli, digərini eləyəcəm, siləcəm, biz. Deməli, mənim qrafikim hansı rüblərdən keçəcək? 2-dən, 3-dən və 4-dən. Gördünüz? Yəni, bu formada yadda saxlaya bilərsiniz. B mənfidir, tez aşağıdan bir dənə nöqtəni qeyd edin. K mənfidir, hər iki tərəfdən düz xətti çəkin. Görün, hansında kör bucaq yaranırsa, onu götürün. Və işarəni təyin edin ki, haradadır.
Mesela gelin bu üçüncü ve dördüncüye ait bir tane numunenin grafik üzerinde göstereyim. Mesela 2x plus 3. Ben bunun grafikini qeyd etmək istəyirəm. Baxın, çəkirəm. Y, x. 3, müsbət 3. Tez burada müsbət 3'ü qeyd edirəm. El eləməliyəm ki, iti bucaq yaransın. Çünki K'sı da müsbətdir, B'si də müsbətdir. Elə çəkək, baxın, buradan çəkdim. Çəkməliyəm ki, iti bucaq yaransın. İndi, neçənci rüblərdən keçdi? Birinci, ikinci, üçüncü rüblərdən keçdi. Bax, məncə qaranlıq qalan bir şey yox. Yəni, digər haldan çəksəniz, kör bucaq yaranır. Ona görə hər iki halı çəkib yoxlasanız sizin üçün çox rahat və asan olur. Bu qədər. Yəni, bu sualdan bu qədər. Sonra keçək digərinə. Yəni, digərinə aid nümunə deyək. Olsun nə? Y bərabərdir. Mənfi 5x çıxılsın 2. Belə bir funksiyamızın grafikini təyin edək. Tez buradan bir dənə funksiya qrafik koordinat sistemi çəkək. Mənfi 2'dir. Mənfi 2'də qeyd edək. Mənfi 5'də el eləməliyik ki, kör bucaq yaransın. Yəni, hər iki halı götürün. Hansı da kör bucaq yaranacaq? Əlbəttə ki, bax burada. Tez bunu silirəm. Bunu da biraz yeniləşdirək. İstədiyimiz yerdən olmuş olsun. Deməli, bizim grafikimiz ikinci, üçüncü, dördüncü rübdən keçir və funksiya verəndə qrafik üzərində təyin etməyi, göstərməyi biləcəksiniz. Sonra keçək. Biri mənfi, biri müsbət. Yəni, K müsbət, B mənfi, bir də tərsi. B müsbət, K mənfi halına baxaq. Bu neçənci? 4. 5-ci. Y bərabərdir. Kx plus B funksiyasında artıq məncə elə düşünürəm ki, başa düşdünüz və bundan sonrakiləri artıq özünüz təyin edə bilərsiniz. Yəni, K olsun müsbət, B olsun mənfi. İti, bu da mənfidir də, yəni, mənfi. Qeyd edək buradan grafikimizi. B mənfidir. Tez aşağıdan oxum işarəsini. Y, X. B mənfidir. Tez aşağıdan bir dənə B-ni mənfi təxmini götürün yerinə. K-nı elə çəkin ki, iti bucaq yaransın. Hardan çəkməliyəm? Hər iki halı yoxlayın. Yenə deyirəm. Əzbərçilik eləməyin. Hər iki halı yoxlayın. Görək hansıda iti bucaq varsa onu götürək. Deməli, hansı rüblərdən keçəcək? Birinci, üçüncü, dördüncü. Yəni, 1, 3, 4-cü rüblərdən keçir. Məncə artıq formalaşır burada. Əgər qaranlığınız var idisə, bu artıq başa düşdünüz necə olur. Sonra 6-cı hala baxıram. Bu səfər K-sı mənfi, B-si müsbət olsun. Gətirəm, qrafik çəkirəm. B-si müsbət. Tez müsbətdə bir yerdə B-ni qeyd edirəm. K-sı mənfi. Elə çəkməliyəm ki, mənfi olsun. Bax belə. Nə olsun ki, bax yenə deyirəm. X-ı müsbət yerdə kəsi deyə K müsbət demək deyil. Yenə deyirəm, K-nın işarəsi bucağından asılıdır. Ona görə qarışdırmayın. Ən çox qarışdırılan məqam odur ki, X-ı mənfi nöqtədə kəsirsə K mənfidir, düşünürlər ki. Müsbət yerdə kəssə K müsbət. Və ona görə də aləm dəyər bir-birinə və bu sual başa düşülmür. Ümid edirəm ki, başa düşüldü. Bir də var sabit funksiya, uşaqlar. Sabit funksiyanı deyəndən sonra bir-iki məqam var, onları deməliyəm. Y bərabərdir A. Bir də Y bərabər A olsun, bir də Y bərabər mənfi A olsun. Yəni, bu sabit funksiyadır, hər hansı bir ədəddir. Sabit funksiya olanda, əgər A müsbətdirsə, absisofuna paralel olur. Baxın belə, A nöqtəsidir. Absisofuna paralel olur funksiya. Sabit funksiya, buradan sözdən yazıram. Absisofuna paralel olur. Absisofuna paralel.
ve bu paralellik perpendikulyarlığı da diyeceğim. Ondan sonra bir dənə nümunə ilə bu mövzunu yekunlaşacağım. Mənfi olduqda isə aşağıdan geçsin. Mənfi A kız Y. Yine absis olma paralel olmuş olacaq. Bu da belə sabit funksiya. Uşaqlar, bu xətti funksiyalarda və ya başqa digərlərində də bəzən suallarımız olur. Deyir ki, bir dənə sual yazaq. Məsələn, y bərabərdir 2x plus 3 funksiyasının qrafiki, funksiyasının f-nin qrafiki ox ofunu kəsir. Ox ofunu kəsir. Ox of olsun, oy, yəni absis olsun, ordinat olsun, fərq eləmir. Hər iki hala nümunə deyəcəm. Ox ofunu kəsir. Funksiyanın ox ofunu kəsdiyi nöqtənin koordinatlarını tap. Yəni beləcə deyim ki, ox ofunu kəsdiyi nöqtənin koordinatlarını soruşur. Nöqtənin və bu sual çox sınaqlara da düşür. Sınaqlara gedənlər və yaxud bu İzənin kitabları var, buraxılışla bağlı, orada da çoxdur. Ox ofunu kəsdiyi nöqtənin koordinatlarını tap. Koordinat tap. Belə qısaca qeyd edeyim. Uşaqlar, belə suallarda qısaca qeyd olaraq yazıram. Qeyd. Ox ofunu kəsirsə, y sıfır olmalıdır. Oy ofunu kəsirsə, x sıfır olmalıdır. Və məndə ox ofunu kəsir deyirsə, gətirirəm burada, y-ə sıfır verirəm. Yəni 2x plus 3 bərabər 0. 2x bərabər mənfi 3. X də bərabərdir mənfi 1/5 olacaq. Və koordinatlarını soruşur. Olacaq mənfi 1/5. 0 nöqtəsi. Biraz bunu aşağıdan qeyd edeyim. Çünki qrafiki də çəkmək istəyirəm. Həqiqətən də qrafiki təyin eləsək, artıq təyin eləməyi bildik. 3-də kəsir, iti bucaq yaranır. Və bu nöqtənin koordinatlarına baxın. Həqiqətən də x-i mənfi 1/5'dir. Və bu nöqtənin koordinatları olacaq. Tutaq ki, bir A nöqtəsidir. 1/5, mənfi 1/5, 0 nöqtəsi. O y qrafını kəsir deyirsə, x-i 0 götürüb koordinatlarını tapacaqsınız. Məsələn, bax, bu nöqtədir. Bu zamanda hansı nə olacaq? 0, 3 nöqtəsi olacaq. Bu da bir nümunəmiz. Bir də var, uşaqlar. Düz xətlərin, yəni bu xətti funksiyada qrafiklərin qarşılıqlı vəziyyəti. Qrafiklərin qarşılıqlı vəziyyəti. Qrafiklərin qarşılıqlı vəziyyəti. Qarşılıqlı vəziyyəti. Ən çox paralel və perpendikulyarlıqdan söhbət gedir. Ən çox. Birinci yerə paralellik, ikinci yerə perpendikulyarlıq, üçüncü yerə də kəsişmə deyərlər. Paralelliklə perpendikulyarlıq, belə deyim də, birinci, ikinci sırada gedir, gəlir. Bəzən elə olur ki, paralellikdən düşür, bəzən elə olur ki, perpendikulyarlıqdan düşür. Ən çox da bir dənə perpendikulyarlığa aid yeni test toplusunda bir sual var, onu izah edəcəm. Qrafiklərin qarşılıqlı vəziyyəti. Birinci hal odur ki, məsələn, mən 2 dənə qrafik yazıram, xətti funksiyanı yazacağım. K1 x plus b1. Bir də y bərabərdir k2 x plus b2. Birinci halda paralel olarsa uşaqlar k1 və k2-lər bərabər, b1 ilə b2 isə fərqli olmalıdır. İkinci hal. Perpendikulyar olarsa. Perpendikulyar. Suallarımızda çox lazım olur, bax, bu perpendikulyar olmasa. Perpendikulyar olarsa K1 ilə K2'nin hasili mənfi 1 verəcək. Mənfi 1. Çox ehtiyac olur.
vacib. Yadda saxlayın. Bilirsiniz ya da salmış olun. Ümid edirəm ki, bilirdiniz ya da salırsınız bütün bu bilgiləri. Üçüncü, e, kəsişərsə, uşaqlar, ümumiyyətlə bəzən deyir, iki dənə funksiya verilir. Deyir ki, kəsişmə nöqtəsinin koordinatlarını tapın. Şifahi şəkildə deyəcəm ki, yəni y-ləri funksiyalar bir-birinə bərabər edib kəsişmə nöqtələrinin koordinatlarını tapa bilərsiniz. Kəsişərsə bir nöqtədən K1 ilə K2 fərqli olmalıdır. B-lər eyni də ola bilər. Fərqli də ola bilər. B-lərin mən ya bərabərlik və ya fərqli yazmayacağım. Əsas oldu K1 ilə K2 fərqli olsun, kəsişən olsun. Dördüncü hal üstə düşərsə bu zaman K'lar əlbəttə ki, bir-birinə bərabər olmalıdır, üst-üstə düşməsin. K'lar da bərabər olmalıdır, B1, B1, B2 də bərabər olmalıdır. İndi istəyirəm bir dənə nümunə. Bu qrafik xətti funksiyaya aid bir dənə nümunədən danışaq. En son burada bu qrafiklə 9-cu sinifdə bir dənə nümunə açım. Xətti funksiyaya aid riyaziyyat deyim ikinci hissə 2025. Buradan bir dənə nümunə açacağım. Hətta belə bir düz xəttin tənliyinə aid bir şeydir. Burada bir sual gördüm. Qəşəng bir sualdır. Buna baxaq yoxsa? Burada qəşəng sual var. Məsələn, 38-ci sual. Yəni, həm xətti funksiyaya aid, yəni funksiyalar mövzusunda da eyni bu sual var. Çox yine axtarmayacağım. Elə düz xəttin tənliyində də bu sualdan var. Bu sual üzərində baxaq, daha sonra keçək kvadratik funksiya. Nümunə. Şəklimizi çəkək, buradan qrafikimizi qeyd edək. Çox zaman belə suallar uşaqlar çox qorxudur. Buradan belə mərkəzdən keçir. Bir şarası olur. De belə. Şu an görürsünüz burada perpendikulyarlık var. Burada koordinat başlangıcından keçmə var. Bunun hamısına bak yuxarıda danışdığımız bütün xassələri burada qeyd edəcəyik. İndi bizə deyir ki A nöqtəsi 3, 6 nöqtəsidir. Bu nöqtə 3, 6 nöqtəsidir. Deməli bunun bax burada mən aşağıya indirsəm. Buradan bura aşağıya indirsəm. Buradan bura. Bu başqa renk seçim. Kırmızı renk seçim. Bunu buraya indirsəm. Bura olur 3. Yani x'i bunun 3 olur. Buradan burada normal kalem geçelim. Bura 3. Buradan burada 6. Şimdi biz bilirik ki A nöqtəsi də 3, 6 nöqtəsidir. L1 funksiyamız nəyə bərabərdir? L1 bərabər deyil, K1x. Niyə K1 yazdım? Çünki hər biri ayrı-ayrılıqda bir xətti funksiyadır. Ona görə digərinə K2 yazacağım, buna K1 yazacağım. Bu L1'dir, digəri isə olsun. Buradan da qeyd edirəm L2. Əvvəlcə L1'ə baxaq. L1'də koordinat başlanğıcından keçirilib B0'dır. Ona görə L1 bərabər K1x yazdım. 3, 6 nöqtəsindən keçir. Uşaqlar, 3, 6 nöqtəsindən keçirsə, mən bunun K'sını iki müxtəlif yolla tapa bilərəm. Yəni, burada mən elə K1'i taparam necə? Y bölünsün X-dən və ya tangensal payla da tapa bilərəm də. Bax,